Kiçik bir şəhərdə yaşayan dostlar müxtəlif peşə sahibləridir, peşələr və adları qeyd etmişəm. Məlumdur ki, dostlardan yaşca ən kiçik olanı Sadiqdir. Bunu yadda saxlayaq. Paşa və Qasım əllərində heç vaxt rəngsaz fırçası tutmayıblar. Deməli, bunlar rəngsaz deyillər. Paşa rəngsaz deyil, Qasım rəngsaz deyil. İbad və Qasım çoxdan idi ki, çilingərlə görüşmürdülər. Onda deməli özləri çilingər deyil. İbad çilingər deyil və Qasım çilingər deyil. Bunu qeyd elədim. Paşa özündən yaşca böyük olan elektriklə və İbadla bir evdə yaşayır. Onda deməli Paşa özü elektrik deyil, Paşa özü elektrik deyil və İbad da elektrik deyil. Çünki bunlar ayrı-ayrı şəxslərdir. İbad elektrik deyil. Həm də deyə bilərəm ki, Sadiq yaşca ən kiçikdir deyə. Deyirəm onda Sadiq də elektrik deyil. Çünki elektrik olan Paşadan daha böyükdür. Və Sadiq ən kiçik olduğuna görə bu mümkün deyil. Sadiq də elektrik deyil. Bunu qeyd elədim. Daha sonra İbad və Sadiq hər bazar günü Dülgər və Rəngsazla futbol oynayırlar. Deməli İbad və Sadiq Dülgər və Rəngsaz deyillər. Onda əvvəlcə İbada qeyd edəcəm. İbad Rəngsaz deyil və Dülgər deyil və eyni şeyi Sadiqə də yazıram. Sadiq Rəngsaz deyil və Dülgər deyil. Onda avtomatik tapıram. Araz Rəngsazdır. Qeyd elədim. İbad bərbərdir. Burada qeyd elədim. Sadiq onda çilingərdir. Bunu da qeyd elədim. Paşa dülgərdir. Bunu da qeyd elədim. Onda Qasım elektrikdir. Elektrikin kim olduğunu müəyyən edin. Doğru cavab olacaq Qasım.